Minamyot zərbələri bir tərəfdən düşmənin BMP-si ağzımızın içində, başımızın üstündəki ağacları biçib başımızın üstünə tökür. Dayanmadan da döyüş yoldaşlarımız bir-bir yıxılır yerə. Belə qərar qəbul olundu ki, gəldiyimiz istiqamətə heç olmaqsa düşmən mövqesini yaraq. Çünki qarşı tərəfdə çoxdular. Geriyə yaraq heç olmasa bu istiqamətdən çıxardaq, yaralarımızı çıxarda bilək. Badim haqqında bir şey danışmaq istəyirəm qısa. Buyurun. O yaralananda yaxınlaşdı mana ki, bəs vuruldummu deyə o yerdə idi. Dedi ki, hə də bəs mən vuruldum, sinəmdən vurulmuşam. Bu sinəsindən vurulmaq deyəndə artıq mən çox pis oldum, bildim ki, yəni dedim bu qədər düşmən dərinliyindən sinəsindən vurulmağına, yəni çətin biz bunu sağ çıxarda bilək də. Həmin o Badimində özü xidmətdə olduğuna görə adını çəkə bilmirəm. Bayaq dedim, yəni qardaşı xüsusi təyinatlı qüvvələr mənsubu olmuş Şəhid Qasımov Teymur Sabiroğludur. Onun qardaşının onda bir sepi var idi boğazında, gümüş sepi. Demək, düşmən Trasiya güllədən atılan atəş gəlib bunun həmin o sepinə dəyib, içəridən ətinə dəyməyib da, sepə dəyib, içəridən fırlanıb Naqulnikin dəmirinə girmişdi. Bu da bunda yandırma verir deyə Trasiya güllə. Bu elə bilir ki, güllə bunun sinəsinə girib, fərqində deyil ki, yandırdığına görə bu cür başa düşür də. Yəni baxın, görün. Hə, yəni o sep qardaşının ona hədiyyə etdiyi sep onu belə deyim də ölümün pəncəsindən qurtarmışdı. Hə. O məndən orada FSB istədi. Mən öz FSB-mi ondan qabaq yaralanmış döyüş yoldaşımız var idi, Məmmədov Sənan. Ona vermişdim. O da ağır yaralanmışdı böyrəyindən. Demək olar ki, bütün içalatı çöldə idi də adamın. Belə paketə yığıb o vəziyyətdə çıxartmışıq biz onu. Hə, ona vermişdim. Ona FSB-min olmadığını bildirdim. Ancaq döyüş yoldaşlarımız var idi. Aşağıdan pambıq tapdılar, gətirdilər. Verdiyi bu doldurdu belə sinəsinə ki, qanaxma olmasın. Və mən bunu qoydum orada. Artıq sağ adam az qalıb. Hamı demiyorlar, yaralıdır, yerdədir də. Düşmənin bu puskusundan da çıxmaq lazımdır. Minamyot zərbələri bir tərəfdən düşmənin BMP-si ağzımızın içində, bütün başımızın üstündəki ağacları biçib başımızın üstünə tökür. Dayanmadan da döyüş yoldaşlarımız bir-bir yıxılır yerə. Bu həm bir stresli, həm də ki, bir çıxılmaz vəziyyətdir də bu. Məcburuq ki, heç mövqeylənməyə də yer yox. Mövqeylənməyə də təbii ki, ancaq yəni ağaclar var, 360 dərəcədə mühasirədəsən. Yəni harada mövqeylənsən, yəni bu tərəfə mövqeylənsən, sənə bu tərəfdən güllə dəyəcək də, yəni mümkün deyil. Az sayda döyüşçü yoldaşımız yəni salamat qalmışdı. Belə qərar qəbul olundu ki, gəldiyimiz istiqamətə heç olmaqsa düşmən mövqesini yaraq, çünki qarşı tərəfdə çoxdular. Geriyə yaraq heç olmasa bu istiqamətdən çıxardaq, yaralarımızı çıxarda bilək. Mən orada mövqeyləndim. Oradan arxa tərəfdən bayaq dediyim hansı ki bizi mühasirəyə alanlar ki vardı. Onlar bir-bir belə kolluq kimi bir şey var idi. Onun arxasından çıxırdılar. Orada mən mövqeyləndim. 2 ağac var idi, onun arasında mövqeyləndim. Bir-bir gözlədim. Onların ayaq səsləri ilə çəkdim. İkisini vurdum orada. Üçüncünü artıq qismət olmadı. Üçüncünü, yəni onun istiqamətində çəkirdim ki, vuram. Əlimdən bərk udar tutdu əlimi belə. Birinci anlamadım ki, yəni bu nə oldu deyə belə əlimə. Sonra baxdım ki, artıq əlcək əlimdə açılıb, pis vəziyyətdədir. Əlim yəni bərbad vəziyyətdədir. Gördüm, yəni özümdəyəm də, huşum getməyib, yaxşıyam. Əlimi tutdum, çəkildim, düşdüm aşağı. Bir də baxdım ki, Badim döyüşünə davam eləyir. Barmağından da vurulmuşdu. Bir də baxdım ki, bu adam dizi üstə durub başlayır düşmənə atəş açmağa. Dedim, bəs nə oldu da, sən vurulmamışdın, nətər oldu? Deyir, yox, deyir, sən demə Trasiya gülləymiş. Ciyərimə deşməyib daha şükür. Yəni o vəziyyətdə görmək belə, yəni o cür çətin vəziyyətdə olsa belə, yəni mən... Öz əliniz yaddan çıxdı. Həqiqətən çox sevindirmişdi ki, yaxşı qutardı da, belə deyim. Hə. Biz
həmin vəziyyətdən çıxmağı bacardıq və onların axırıncı bilmirəm 6 nəfər idi, 7 nəfər idi düşmən qalmışdı. Onlar da öz atdıqları minomyot gəldi, düz düşdü ortalarına, öz hərbiçilərini özləri məhv elədilər. Digər düşmənin BMP-sini isə bizim hansısa bölməmiz bilmirəm görmüşdülər nə idisə, yəni öz bölmələrimiz tərəfindən onların o BMP-si vurulmuşdu. 2 BMP idi, biri vurulanda digəri artıq qaçdı. Yəni atəş açma. Biz o mühasirədən çıxanda, yəni birinci adam, yəni döyüş vaxtı vurursan, yəni düşməni məhv edirik düzdür, ancaq fərqinə varmırsan ki, yəni nə qədər vurdun da belə deyim, nə qədər öldürə bilərsən ki. Mühasirədən çıxanda biz onu gördük ki, belə uzanmışdılar da belə deyim. Birinin başı birinin üstündə, birini belə sərilmişdilər nə qədər düşmən. Yəni onu da bildik ki, yəni həqiqətən biz böyük bir iş gördük də, o cür mühasirədən çıxa bildik, bunu belə deyim. Biz o mühasirədən çıxmağı bacarmışdıq. Biz tamamilə onları məhv etdikdən sonra biz oradan çıxırdıq. Deməli, düşmənin bir dənə yaralı hərbiçisi qalmışdı yerdə. Mən nəyi demək istəyirəm? Onlara heç vaxt yazığı gəlməsi deyil. O yerdə ağzından qan tökülürdü. Bizi görür, biz yaralılar çıxırıq, gücü çatmır. Avtomatı qaldırmaq istəyir belə, bizə atəş açması üçün. Avtomatı qaldırır, gücü çatmır, ağzı üstə yıxılır bir də. Yəni ağzı üstə yıxılır bir də. Yəni adam o vəziyyətdə belə bizə atəş açmaq istəyirdi. Təbii ki, onu da zərərsizləşdirdik, yerindəcə dərhal məhv elədik. Əsl xüsusi təyinatda olmaq, yəni mən elə başa düşürəm ki, yəni orada özünü göstərir ki, yəni bir xüsusi təyinatlı nəyə qadirdir? Yəni o cür mümkünsüz bir pusqudan, yəni biri var ki, sən pusqunu yarıb çıxa biləsən, biri də var ki, yəni bütün mühasirəni sənin mühasirə ilə bütün düşmən qüvvəsini məhv edib çıxasan. Həmin mühasirəyə düşəndə bizə həm də minomyot zərbələri ilə atəş altında saxladılar və həmin zaman bir neçə dəfə bizim yanımızda mərmi partlayışları oldu. Həmin partlayışlardan kəllə beyin travması da almışdım. Və bu məndə həmin vaxt, belə deyim də, huşumu itirməklə nəticələnmişdi. Lakin yoldaşlarımın müdaxiləsi ilə yenidən döyüşlərə davam eləyirdim. Əlimdən yaralanmağım isə, bayaq qeyd etdiyim kimi, gözləmədiyim bir vaxtı oldu. Biz həmin vaxt mühasirədə idik. Mən gözləmirdim ki, yəni sağdan atəş gələr, çünki özümə yaxşı mövqe seçmişdim. Sağ tərəfdən mən elə başa düşürəm ki, dəqiq atəş deyildi. Çünki dəqiq atəş olsaydı, yəni başımdan zərbə ala bilərdim, ya ata bilərdilər. Kor güllə, mən elə bilirəm ki, bu kor güllə nəticəsində gəldi, mənim əlimə dəydi. Nə də ki, snayper gülləsi deyildi. Çünki snayper gülləsi dəymiş olsaydı, onun dağımı daha çox olardı. Yəni əlim bəlkə də paramparça olardı. Elə bilirəm ki, bu 5.45 çaplı avtomat gülləsindən gələn atış nəticəsində oldu. Hospitalda müalicələrimdən sonra, yəni mənim müalicələrim uzun müddətli çəkdi. Həm başıma görə, həm əlimə görə 2 il müalicələrim davam elədi və sonradan həkim komissiyasının qərarına uyğun olaraq hərbi xidmətə yararsız kimi qiymətləndirildim və 3-cü qrup əlilliklə ehtiyata buraxıldım. Əslində mən YouTube kanalları belə izləyən, YouTube'da proqramlara baxan bir insan deyiləm. Nə də ki, digər sosial şəbəkələr olsun, yəni oturum izləyim, ya heç televizora da baxmaqla daram yoxdur. Və boş vaxtlarınızı necə keçirirsiniz? Boş vaxtlarımı indi biraz səhhətimlə bağlı o şeylərə fasilə vermişəm. Yəni belə sevimli işim idman eləməkdir. Müəyyən səbəblərə görə səhhətimlə bağlı fasilələr vermişdim. Ancaq indi sizə növbəti planımız haqqında da məlumat verim, yeri gəlmişkən. Xankəndi şəhərində inşallah qısa bir müddətdə, yaxın vaxtlarda Xan Yaşma adlı idman zalımızın fəaliyyəti başlanacaq və bunun üçün sağ olsunlar şərait yaradılıb, müəyyən güzəştlər olunub bizə və yenidən inşallah idman arenasına geri dönməyi planlaşdırıram. Bir döyüşçü kimi olmasa da, bir məşqçi kimi inşallah
yenidən bu sahəyə qayıtmağı nəzərdə tutmuşam və inşallah gələcəyin xüsusi təyinatlarını, gələcəyin hərbiçilərini, gələcəyin vətənpərvər övladlarını yetişdirmək üçün, yəni bu sahədə mənim üçün necə deyirlər, şərəfli bir peşədir. Bu sahədə də xalqıma, millətimə xidmət etmək istəyirəm. Mən xüsusi təyinatlı qüvvələrdə xidmət elədiyim gündən əmin idim ki, biz Qarabağı işğaldan azad eləyəcəyik. Bu mənim döyüş yoldaşlarımın və həmçinin özümün təlimlərdə göstərdiyimiz əzmkarlıqdan bəlli idi ki, hər zaman biz döyüş tapşırıqlarına hazırıq. Cənab Prezidentimizin, Ali Baş Komandanın döyüş əmrini gözləmişik və o gün oldu. Biz xalqımıza, millətimizə bu sevinç hissini yaşada bildik, şükür Allaha. Və bugünkü gün özümüz də qürurla gəlib bu torpaqları ziyarət edirik. Yəni, bura gələn hər bir vətəndaşımız, hər bir Azərbaycanlı, gənci, böyüyü dalğalanan üç rəngli bayrağa baxıb hər zaman fəxr eləməlidir. Çünki öz millətimiz, Azərbaycan millətinin hər bir nümayəndəsi bu torpaqlara gəldikdə əmin olsunlar ki, bizim şəhidlərimizin ruhu şad olur. Ona görə də bu torpaqları qorumalıyıq, qurmalıyıq, yaratmalıyıq, gələcək nəsillərə daha böyük töhfələr verməliyik. Sizin bu vətənpərvər mövzularda bu qazilərimizin və şəhidlərimizin döyüş yolunun işıqlandırılması, xalqımıza, millətimizə çatdırılması bu özü də bir, belə deyərdim, xalqımıza, millətimizə bir xidmətdir. Yəni, bunun üçün sizə təşəkkürümü bildirirəm. Çox sağ olun. Və siz bəlkə qeyd elədiniz ki, idman zalı ilə bağlı, yəni özü də bu fəaliyyətin, bu işğaldan azad olunmuş şəhərimizdə olması özü bir ayrı qürur verici hissdir sizin üçün düşünürəm. Təbii ki, bunu da xüsusi olaraq fikirləşmişik. Xankəndi şəhərində, ümumiyyətlə Qarabağ ərazisində bu cür idman zalının ilk olaraq açılışı, yəni ilk dəfə olaraq olacaq və düşünürəm ki, buradan gələcəyin əsl vətənpərvər övladları yetişəcək və o şəhidlərimizin uğrunda canını verdiyi şanlı bayrağımızı fəxri kürsülərdə hər zaman ən uca məqamda yüksəldəcəklər və mənfur düşmənimizi hər zaman bu himnə ayaq üstə dinləməyə məcbur edəcəklər və gələcəyin, bilmirəm, bəlkə də mənim kimi xüsusi təyinatlıları inşallah bu zaldan çıxacaq.